Salamlar dostlar. Bugün sizlerle birlikte yepyeni bir video çekirik. Bugün Franklin'den bir serimiz başlayır. Yeni bir serimizdir bu. Bu seride Franklin'in maceraları, Franklin'in görevleri kimi şeyler eləyəcəyik. Serinin devamı için aşağıdan kanala abone olup videoya like atmayı unutmayın ki yeni bölüm sürətlə gəlsin. Gördüğünüz kimi burada Franklin var. İndi onun telefonuna bir mesaj gəldi və onu bu çöplüyə gətirdilər, konum atmışdılar və Franklin gəldi və indi yenə bir mesaj gözləyir Franklin. O mesajda da sıradakı durağının hara olacağını deyəcək. Görək bu bölümdə Franklin olaraq başımıza nə gələcək? Gəlin başlayaq. Of. Məni də buraya niyə çağırdılarsa? Telefonuma bilinmədik yerdən bir mesaj gəldi. Mən də niyə açıram bax? Ya da niyə onun sözünü eşidib buraya gəlirəm? 10 dəqiqədir burada gözləyirəm. Bezdim təmiz. Nəysə, biraz daha gözləməyə davam eləyək. Bəlkə gələrlər. Nəysə, biraz gözləyək. Ya siz də 2 saatdır mənə baxırsınız burada. Gedin işinizlə məşğul olun. Of. Aha. Mesaj geldi telefona. Açım telefonu. Bir dənə yine konum atıblar. Ayda bir də oraya gedəcəyik indi. Görəsən getməyim. Getməsəm olarmı? Amma bu mesajı mənə yalandan atmazdılar. O qədər adam var, məni seçiblər. Of, Michael, of. Görəm bunlar sənin işindir. Hardasan bu dəqiqə Michael? Heç tapamıram səni. Yavaş yavaş buradan tərpənməliyik. Yəqin ki mənə uyğun bilib nəysə buradan məni çağırırlar. Onda getməliyəm. Nə olacağını da bilmirəm amma aksiyon gəzirəm. Of. Buradan o birisi caddəyə çıxacam. Gedək dediyi yerə. Adamın atdığı konum bayaq mənim olduğum yerdən uzaq görünürdü. Amma çox da uzaq değilmiş. Hardadılar? Bir dənə bu izlərə falan baxaq. O adam məni bura niyə çağırsın ki? Ən birinci çöplük, sonra da belə bir mal satılan bir yer. Mağaza. Hayda. Yenə başımda qarışıq sorular var. Sağ tərəfə gedək bu tərəfdən. Görək burada kimlər var? Hey, salam polis. Mən burada oğru falan değilim ya da özümü niyə şübhələndirirəm? Onsuz doğru değilim. Burada şəkildəki adamdır bu. Hey, salam. Mənə konum atan sizsinizmi? Ondan sonra da dedim. Vay, kimlər gəlib? Suya düşmüşdüm, buraya çıxım. Hey, gəldin mi Franklin? Franklin mi? Mənim adımı hardan bilirsən sən? Sənin adını eşitdin mi Jonathan? Deyir mənim adımı hardan bilirsən? Hey, sən seçilmiş adamsan Franklin. Sənin adını niyə bilməyim mən? Sənin adını bizim şirkətdə bilməyən yoxdur. Sayılıb seçilmiş adamlardan birisən. Seçilmiş adam olanda belədir. Bizim şirkətdə tanımayan adam yoxdur səni. Yenə başımızı nələrə soxduq. Ona görə deyirlər, başın girmədiyin yerə burnunu soxma. Məndən nə istəyirsiniz? Səndən Franklin. Eşitdin mi Jonathan? Sanki zorla çağırmışıq bunu buraya. Onsuz da zorla çağırmışıq amma neysə. Hey, sənlə bir oyun oynayacağıq. Nə oyunu? Oyun üçün mü çağırdınız məni buraya? Yox, indi bir adam gələcək. O da bizim şirkətdəndir.
Sizin şirkət də nə tər bir şirkətdirsə, hər türdən adam var. Buna bax. Fikirləşin, belə bir adam var şirkətinizdə. O adı da Jonathan'dır. Nə oldu, xoşum gəlmədimi birader? Yox, xoşum gəlməməkdən deyil. Hə, o adamla nə edəcəyik? Onsuz da tələsmirəm. Bol vaxtım var, evdə boş idim. Hə, bax, o adamla bir oyun oynayacaqsınız. Nə oyunu? Bunu deyin işte, nə oyunu? Bir araba qaçırtma ya da soygun oyunu. Araba qaçırtma ya da soygun oyunu mu? Rock, gəldim. Patron da məni gözləyir indi, Rock. Oo, gəldim. Hə, bax onun adı, bax Franklin. Gəldi baydak. Yəni bayırdık. Nə harda? Mənlə yarışacaq adam budurmu? Ördək bir maskot. Orada gülmə. Bu sadəcə bir maskot deyil. Bu maskotdurmu? Hələ də bax gülürəm, heç gülməyim yox idi ha. Mənlə bir maskot mu yarışacaq? Heç olmasa bu Jonathan'dır nədir? O yarışsın mənlə. Yox, o Jonathan sadəcə qorumadır. Bu adam gördüyün sadəcə maskot deyil. Bu üzünü gizləmək üçün oradadır. Nə? Üzünü gizləməkmi? Nədən üzünü gizləyir? Polislərdən, jandarmalardan və FBI-lardan. FBI, jandarma, polis mi? Niyə ki? Polisdən qaçan adamın yəqin ki, yaxşı şeylərlə işi olmaz. Yaxşı şeylərlə işi olan adam bizim yanımızda gəzmir. Franklin, bunu özün də yaxşı bilirsən ki, sən də sadə bir yaxşı adam deyilsən. Sayıla bilər. Bu adam dünya soygununda bir nömrə, araba qaçırtmaqda bir nömrə, suikastda bir nömrə, qorumalıqda bir nömrə, asistanlıqda bir nömrə, santrafor, o heç. Jonathan, Inter'in oyunu yadıma gəldi. Nəysə, Inter'in oyunu bir qırağa qoyaq. Soygunluqda və suikastçilikdəmi? Aman Allahım, yenə nəyə qarışdıq biz? Sən nəyəm qarışdın? Hələ bu nədir ki? Serinin davamı var. İndi yarışacaqsınız. Yarışdığınız şey araba qaçırtma. İlk kim 3 dənə araba qaçırdıb tez bura gəlsə, mən sizə məkanlar atacağam. Hərənizə ayrı-ayrı məkanlar. 3 dənə sənə, 3 dənə bu maskota, güldüyüm maskota. Görək axırda da gülə biləcəksənmi? Üçünüz də arabalarınızı ən çox tez gətirən qazanar. Arabalar çox gizli yerlərdə də deməyək, özəl qorunur. Of. Zaman qayıb etməyək. Onsuz da girmişik artıq bu işə. Atarsan sən də. Gəl biz gedək buradan. Of, yenə başımıza nələr açdıq. Ala, üçünü də atdı. Of, gedək yerlərə. Sürə başladı. Maskot da getdi. Maşının yeri buradır. Gəldim. Sol üstdə də görürsünüz istatistikləri. İndi buradadılar. Baxın. Buradakılar baxın sinsi mənə baxır. Bunlar 100% müşteri deyil. Onda deməli bunları da qətl etmək lazımdır. Tez gizlən buraya. Hə. Bunun arxasında indi gizlənirəm. Silahı çəkək. Hey, əllərinizi qaldırın. Əllərinizi qaldırın. Yoxsa əlimdən qaza çıxacaq. Əllərinizi qaldırın. Əllərinizi qaldırın ikiniz də. İkiniz də əllərinizi qaldırın. Tamam qaldırırıq əllərimizi. Tamam. Heç nə eləmə. Vurma.
Tamam. Tərpənməyin. Səs də çıxartmayın. Tamam. Bunu burada qoyaq. Biri də buradadır. Hey, əllərini qaldır. Sakit ol. Heç nə eləmə. Bildirmə. Yavaşca burada bir dənə maskot var. Buraları gözetlədim. Yavaş. Əllərini qaldır. Sakitcə dur. Heç nə eləmə. Oo! Maskot real keçdi. İndi 1-0 daldayıq. İndi gedək. Siyasətcə buradan. Sakitcə buradan gedək. Bunlar müşteridir. Hey müşterilər, sakit olun. İndi bunlar bilmir mən maşın qaçırdıram. Maşın buradadır. Oo! Ay, burada oturdum. Maşın buradadır. İndi tez içinə minməliyəm. Ha, indi qaç. Qaçış planı. Qaç, böyük qaçış planı. Hə, və çöldəyəm. Bu dəqiqə Amerikanın ilk və tək, həm də ən böyük aeroportundayıq. Bura. O, nə oldu birdən-birə? Bunlar normal adamdılar. Mən buradan yavaş gedim. Çaktırma. Hey beyefendi. Bir dayanın. Sizin kayıtınız var mı? Hara keçirsiniz belə? Hey beyefendi. Mənim burada kayıtım olmaya bilər. Amma mən belə müştəriliyə gəlmişəm. Yəni ziyarətçiliyə gəlmişəm. Buna kanıtım ola bilər. Başa düşürsünüzmü? Yaxşı, hə, müşterisiniz, elə deyin. Niyə söz burada uyğunlaşdırırsınız və kafiyə yaradırsınız? Allah. Burada mənim başıma oyun açdığına bax. İndi maşın hardadır ona baxmalıyam. Uçağın içində olmalıdır yəqin ki. İndi uçaq burada hardadır? Hə, uçaq buradadır. Bir dəqiqə indi. Hə, baxın. Yavaş. Buradan. Gözləyin. Hə, maşın buradadır. Neyse. Bunu da belə oturduq maşına. Çıx. Skor tabelasını görürsünüz, 2-1 öndəyəm. O neymiş? O maskot dünya birincisiymiş. Benim yanımda tız qalar. İndi amma biraz tez olmalıyıq, əlimizi tez tutmalıyıq. Biraz buralara falan baxaq. Ayda mən maşını görün. Harda axtarıram. İndi bir dəqiqə. Hər yerə baxmalıyıq, hər yerə. Biz sola baxmadıq, gedək ora baxaq məsələn. Məsələn burada yoxdur. İndi gedək sağ tərəfə. Oraya baxaq. Yəni bunun içində dəqiq yoxdur ki bunun. Yoxdur. Bu dəfə dəqiq baxdım. Burada patlamış mısırın içində zətdə. Stəkanın içində. Burada. İndi bir dəqiqə hardadır maşın? Hey beyefendi. Hayda. Beyefendi, siz bura nəyə gəlibsiniz? O, silah çəkdi. Gözlə, maşın buradadır. Neysə, minək maşına. O ateş eləyirlər. Qaç. Gördüğünüz kimi arabanı bura gətirdim. İndi evimə aparacağım. Neymiş efendim? O dünya çempionuymuş. Neyse, bir videomuzun daha sonuna geldik. Diğer videolarda görüşərik. Like atmayı unutmayın. Sağ olun. Bay bay.